Son günlərdə deyilən sözlər, demirəm amma xalqın böyük bir kəsimi bu sözləri deyir, yox. Bir dəstə insan deyir. Biraz da çox səs-küy salır, elə bilirsən ki, çoxdular. Nə deyir? Deyir ki, iki ərəb dava eləyib 1000 il bundan əvvəl. Vay şivən salmaq nəyə lazım? Bu bir sözdür. Bizə bunun nə dəxli var? Bəs də yaslandıq, qəmləndik, bizə sevinç lazımdır. Günəşin qabağından çəkilir, cəmaat sevinsin. Bəsdir, qaramat, qara günlüyü təbliğ elədiniz, ağlaşma qurdunuz. Biri deyir ki, inkişaf eləmək lazımdır, bəs sürün dayı. Sevgi intim məsələdir, sevgini nümayiş etdirməzlər. Orduda din amili var, inanc var, İmam Hüseyin sevgisi var, bu təhlükəlidir. Gedir, Peygamber ordusu gedir. İmam Hüseyin ordusu gedir. Ya Mehmet ya Ali, şimdi yakayım. Sana kurbanlar verin. Mən qısa-qısa bunlara cavab verim. Əvvəla sən niyə bunun adını əvvəldən vay-şivən qoyursan ki? Bu nə negativ məna yükü olan sözdür. Yaxına gəl, oturaq müzakirə eləyək, izah edək. Din iki istiqamətdə dəvətini qurur. Rasional müstəvi, ağıl, məntiq, dəlil, sübut, emosional müstəvi, qəlb, hisslər, ruhun dərinliyi. Rasional müstəvi haqqında ayə deyim sizə. Ud'u ilə səbili rabbikə bil hikmə. İnsanları Rəbbinə doğru çağır hikmətlə, yəni rasional tərzdə. Dəlil sübutla danış Peyğəmbər. Sözünü dəlillə əsaslandır, ağılları qane elə. Bu rasional müstəvi. Bir ayə də oxuyum. Buyurur ki, və idə səmi'u mə ənzələ ilə'r-rəsul tərə ə'yunəhum təfidu minəd-dəm' mimmə ərəfu minəl-haqq. Buyurur ki, Peyğəmbərə nazil etdiyimizi eşitdikdə həqiqəti tapdıqları üçün gözləri yaşarar, emosional hal. Bunların biri olmasa, ikincisi naqisdir. Emosiya ağla söykənməsə fanatizmdir, ağıl emosiyasız olsa quruluqdur, soyuqluqdur, hərarəti olmayan bir düşüncədir, fəlsəfi görüşdür. O, həyat tərzi ola bilməz. Bu ikisinin vəhdəti, rasionallıqla emosionallığın vəhdəti yoldur. Kərbəlada elə. Göz yaşı axıtmaq qadağandır. Kim dedi? Nəyə istinad edirsən? Harada yazılıb? Quran deyir ki, Yaqub Peyğəmbər Yusifə ağladı, gözü tutuldu və təqdir edir onun halını. Yusif sağ ola-ola Yaqub ağlayır. Eşqi görürsən, şəhidə ağlamaqdırsa Peyğəmbər deyir ki, Həmzəyə ağlayan yoxdur. Təşviq edir ki, əmsi Həmzəyə ağlasınlar. Sual, cənnətə gedənə niyə ağlayırıq? Cavab, cənnətə getmək şəhidin fərdi uğurudur, müvəffəqiyyətidir. Amma şəhidlik bir ictimai hadisədir. Bir yerdə haqq əhlini, haqq dediyinə görə öldürürlərsə, haqq tərəfdarı həmin gün bayram eləyə bilməz. Haqqın əzildiyi gün mən bayram eləmirəm. Düzdür, haqq əhli cənnətə getdi, amma bu ictimai hadisədir. Mən buna qiymət verməliyəm, mövqeyimi bildirməliyəm. Niyə bu daha çox? Çünki başa düşün, Peyğəmbər ailəsinə qarşı soyqırım həyata keçirilib. Kərbəlada məqsəd bu nəsli kəsmək idi. Kərbəla tarixdə görünməmiş bir hadisədir. Tam batillə tam haqqın üzə gəlməsidir. Heç vaxt belə olmuyor. Südəmər uşaqdan 90 yaşda kişiyəcən qətlə yetirilir. Allahın möcüzəsi ilə Əhl-i-Beytin bir nümayəndəsi sağ qalıb. Peyğəmbər ümməti özünə adlandıran, namaz qılıb oruç tutub həccə gedən adamlar Peyğəmbər ailəsinin qanına susuyur və onları yer üzündən silmək qərarına gəlir. İkincisi, adamlar cənnətə gedib, sənin ürəyindəki daş parçasıdır yoxsa, içindəki yoxsa qəlb gəzdirirsən sən. Necə yəni? O qədər bizim igid qəhrəmanlarımız cənnətə gedib, əmin cənnətə gedib, amma ailəsi danışır, xatirələrin gözümüz yaşla dolur. Bu insani duyğunu təftiş eləyəcəksən. İnsanlara deyirsən ki, mərhəmətli olma, acıma, yanma. Bu nə tərz təfəkkürdür? Demirsən, aramlıq istəyirəm. Bəli, aramlığı Hüseynin sevgisi təmin eləyib bu ölkədə. Əsrlərlə bu sevgini alsan, dindən çıxartsan, yerində qalır radikallıq, fanatizm, sərt ehkamçılıq. Halal haram, olar olmaz, vəssalam. Şirk filan filan filan. Bax, belə bir qorxunc İslam siması yaranır. O ki, qəddarlıq olmur, dindar, radikal deyil, sevgi mərkəzli bir inancı var. Bunlar hamısı Əhl-i-Beyt sevgisidir ki, məzhəbindən asılı olmayaraq, Azərbaycanda bunu bir məzhəbə aid eləmək xəyanətdir. Məzhəbindən asılı olmayaraq xalqın bağlayan bir bağdır.
Bu ziyarətgahlar ki, dövlət hesabına təmir edilir. Bu ziyarətgahlar kimin məzarıdır? Həmin o Peyğəmbərin nəslindən gələn hansısa bir seyyidin də məzarını ki, neçənci babası gedir İmam Hüseyin olur, xalq ziyarətgaha çevirir. Dövlət də çox düz iş görüb onu təmir edir. Çünki bunlar həmin o sevgini qoruyur, cəmiyyətdə saxlayır. Övliyalara məhəbbət. Deməli, din olur məhəbbət mərkəzidir. Təhlükəli olmur, əksinə təhlükəsiz olur. Sən istəyirsən, zahirən gəlişi gözəl sözlərlə bu şirkdir filan, ondan başladılar yaxın şərqdə, sonra başladılar ziyarətgahları partladıb dağıtmağa, bir dənə qorxunc bir din yaratdılar. Onun axı bazasını hazırlamaq lazım, onu birdən-bir eləmirlər. Bazasını necə hazırlayaq, bu sevgini hədəf alaq, ziyarətgaha hədəf alaq, İmam Hüseyin eşqini hədəf alaq, ondan sonra həmin o ehkamçılığı, o fanatizmi gətirək, radikallığı gətirək. Bunun planını cızırlar müsəlman ölkələri üçün. Deyir ki, sevgi sakraldır, gizlidir, intimdir. Sevgini nümayiş etdirmək saxtakarlıqdır. O, fərdi sevgidən söhbət gedər. O, ona aiddir. Bu sevginin ictimai tərəfidir. Sevgi gərək təbliğ olunsun. Sevgi təbliğ olunsun ki, yayılsın. Niyə görə hansısa bir ideyanı incəsənət tərənnüm edir, ədəbiyyat tərənnüm edir, əsərlər yaranır? Niyə görə soruşuram? Elə kitab yazı, fəlsəfi bəsdə, niyə? Ədəbiyyat ruha nüfuz etdirir, incəsənət qəlbə nüfuz etdirir deyə musiqi yaranır. Vətənpərvərlik marşı nə üçündür? Belə deyəndə vətənpərvər olun bir saatdan. Marş duyğuları hərəkətə gətirir. Bu da mərsiyədir. Mərsiyə də həmin o məntiqi ruha sirayət etdirir. Daha indi İmam Hüseyin əzasında mahnı oxumayacaqsan ki. Özü din deyib ki, Hüseynə əza saxla, Peyğəmbər deyib, hələ gələcəkdə baş verəcək hadisə haqqında ki, o gün Allah rəhmət eləsin Hüseynə mərhəmətlə göz yaşı axıdanlara. Necə dində bu yoxdur? Niyə sən zorla deyəcəksən, mən də qəbul edəcəm? Din deyir, hər xalqın özünün ənənəsi var, adəti var. Məsələn, ağlarımız var qədim, onlarda da sinə vurma var. Azərbaycan xalqının əzadarlıq ənənəsidir. Bunu bu şəkildə deyil, çox gözəl. Narahat edici nə var? İstanbulda, Türkiyədə. Nə gözəl. İnsanlar dayanıb, gənclər, qəşəng, mədəni, səliqəli, gözəl. Eyni zamanda əlinə apar. Bu bir həmahənglikdir həm də. Bu bir vəhdət nümayişidir. Əl hərəkəti də eyni zamanda baş verir. Sən buna estetik yöndən bax. Deyir, orduda inancın olması, yaxud da kiminsə İmam Hüseyin eşqində olması, sevgisini ifadə eləməsi təhlükəlidir, deyir. Əksinə deyirəm, təhlükələrdən qoruyur. Dövlət televiziyasında veriliş gedirdi o gün. Dedi ki, bizim əskərimiz azam verdi, düşmən qaçdı. Düşmən bu sevgidən, həmrəylikdən qorxur, qaçır. Xüsusi təyinatlı özü mənə danışırdı ki, 300 nəfərdən ibarət postu ermənilərin biz mühasirəyə düşmüşdük Şuşa ətrafında. Biz təkbir deyən kimi qoyub qaçdılar hamısı. Bu təhlükəli deyə əksinə xalqın təhlükəsini təmin edir. İnkişafımızı əngəlləyir bu. Deyir, Allah rəhmət eləsin Sabirə. Deyirəm, Sabir Mərsiyə yazır. Sabirin tənqid elədiyi İslamı mən də tənqid edirəm. Neçə ildir mən minbərdən onu deyim ki, bunu eləmək olmaz. Axtarış versən İmam Hüseyin əzadarlığı internetdə o qana boyanmış adamların şəklidir. Bu məqsədli şəkildə belədir də. Sui-istifadə Qurandan da var. İndi Qurandan imtina eləyək. Ərəb ərəblə vuruşur. Bir adının cavabını o dəfə dedim. Bir də deyirəm ki, İmam Hüseynin şüarlarına baxın. Bir dənə ərəbə aid şüar yoxdur orada. İmam Hüseynin sözləri insanlığa aiddir, bəşəriyyətə. İslahat hərəkatıdır, qlobal, ümum dünya. 21-ci əsrdə hələ bəşəriyyət deyir. Mənim haqqım, deyirlər bu mütərəqqi fikirdir. Adam haqqını qoruyur, haqqını tələb edir. İmam Hüseyin əleyhissalam onu da ötüb 21-ci əsrdə hələ bəşəriyyət ona gəlməyib. İmam Hüseyin deyib ki, öz haqqın üçün yox, haqqın özü üçün gərək çalışasan, səy eləyəsən. Öz haqqından da haqqa görə keçəsən, bu artıq daha mütərəqqidir. Bu kişi Məkkədən, Mədinədən çıxanda deyib ki, kim boğazının qanını vermək istəyirsə gəlsin. Hakimiyyət davasına gedirdi, əvvəldən xəbər verib. Bir də deyir, axırını bilirsə niyə getdi? Buna başa salmaq lazımdır ki, bir məsələnin qeybi tərəfi var, bir praktiki, pragmatik hissəsi. Qeybdən adama xəbər verilə bilər. Amma imam məmurdur ki, real vəziyyətə uyğun praktiki addımlar atsın, düşünülmüş. Aşura deyir ki, cinayətkarlığa qarşı ol. İmam Hüseynin qarşısında dayananlar vəhşi cinayətkarlar idi. Südəmər uşaq öldürən, çadır yandıran, qadınlara hücum eləyən, bu xalq 1400 ildir cəbhəsini müəyyən edib ki, mən zorakılığa, cinayətkarlığa qarşıyam. Aşurada mən zorakılığa yox deyirəm. Pis bir şey deyil. İmam Hüseynin sevgisindən döndülər, küfəlilər başlarına nə oyunlar gəldi.
Həccaclar gəldi, hakim oldu, qan su yerinə axdı, ağ gün görmədilər. Çünki sevgiyə xəyanət elədilər. Sevgi müqəddəsdir, toxunulmazdır, ona xəyanət etməzlər. Özüm xalqımız isə xəyanət eləməyib. Sovetin sərt dövründə də bu sevgini yaşadı. Onun bəhrəsini gördü. Əlbəttə silah da lazımdır, ordu da. Quran onu da deyir. Deyir, təmin eləyin, silah alın, atlar, hamısı lazımdır. Kimsə demir, eşq, mücərrət danışar. Eşq təmin edir onların hamısını. Və baxın, bu balaca dəstə ancaq eşqin sayəsində hansı qüdrətdədir ki, 30 minlik qoşunla əsrə qədər vuruşurlar, axşam çağına qədər. Bunların işini 5 dəqiqəyə həll etmək olardı. Bunların qüdrəti mane oldu ki, proses, dava uzandı axıra qədər. Çünki bunlarla mümkün deyil. Bunlar aşiq idilər. Aşiq qüdrətlidir, güclüdür. Biz bu xalqa bu eşqi aşılayırıq ki, düşmən hücum edəndə bu eşqin qüdrətin qarşısında qaçdı da və bundan da sonra qaçacaq. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulallah. Allahümme salli ala